Yox, tutaq ki, məcbur Yayın olduq kimi, aldıq. məcbur. Ancaq onu içəcəyik, göyərtə yuyuruq, onu da suyunu aparıb ağaca tökürük. İyun ayı qızmar yay günləri və yüksək temperatur və bu istidə suya daha çox ehtiyacın olduğu bir vaxtda Göçbatan qəsəbəsi 6-cı yaşayış massivində deyilənə görə 10 gündən çoxdur ki, su yoxdur. Vallahi yayda həmişə belə korluq çəkirik. Bu yay gəldi, bir su problemi var. Keçən il biraz nisbətən yaxşı idi. Bu il lap pis oldu. Maşınla alırıq. Çoxba 50 manata gətirir. O 50 manatlı bir maşın su nə qədər gedir? 3 gün 4 gün gedir. Bir tonla baxda bir gün çəkmirdik. Su gələn də qabları doldurub, qabı paltarda nəsə yuyana qurtarırdı qalma. Saat 7-də gəlib 8-də kimi gəlib qurtarırdı. Yəni gələndə də 2 saat gəldi, bitdi. Və o 2 saatda nə etdin etdinə? Nə elədin o da. Daha çox su indi lazımdır bizə yayda. Qışdan çox yaydan, əlbəttə yaydan. Qışda neysən ki? O da yoxdur. O da yoxdur. Hal-hazırda valla 10 gündür su yoxdur. Verirlər, necə verirlər? Ümumiyyətlə burada daimi su yoxdur. Hamımız motor qoşdurmuşuq. Aşağı məhəlləyə gəldi, misal üçün aşağı məhəllə doldu. Burada su olmur. Bizə su qalxmır. Qalxıda da 1 saat çəni nə doldurduq, odur. Qış boyu su hər axşam gəlir, doldururuq çəni. Amma hal-hazırda hər yay, 3 ildir hər yay, sırf iyul ayları dayandırırlar, 10 günlərlə vermirlər. Məhəllənin hamısı maşından su alır. Məsələn, dünən adi 4 dəfə məhəlləyə su maşını gəlib. Elə biri də indi gəldi. Ay oğlum, özünüz bilirsiniz ki, su həyatdır. Susuz nə eləmək mümkündür ki, yayın günü? İsti havadır, hər dəqiqə adam elə ən azından əlini yuyur, yuyunmaq var. Həyətdir, bağdır, bitkidir, əkirik, hamısı susuz qalıb. Həyətdir, vallahi həyətimiz toz basıb, yuya bilmirik. Suya əlimiz gəlmir işlətməyə ki, bugün işlətdik, səhər gəlmədi, bir gün gəlmədi. Neçə illərdir yay olanda biz bu əziyyəti çəkirik burada. Yəni elə də imkanımız yoxdur ki, hər dəfə biz maşınla alaq. Ona görə çox xahiş edirik, min dəfələrlə xahiş edirik sizdən, bizə köməklik eləyəsiniz. 6-cı yaşayış massivində vətəndaşlar deyir ki, 10 gündür su yoxdur. İstədi bir soruşaq da müvafiq qurumdan, yerli qurumdan ki, Magistraldan gələn xəttlərdə bəli, təzyiqlə bağlı problem var, ona görə çıxmır. təzyiq niyə var? Yəni ki, o kimdən soruşa bilər? O magistraldan da ümumi, onu da İzmir müəllimi yəni danışır onlarla, yəni artırsalar, artırırlar. İzmir müəllim kimdir? Baş mühəndis. Ona danışmalıyıq. Burada da İzmir müəllim. Bugün qeyri-iş Qeyri-iş gündür. Məsələ ilə bağlı gəldi yerli müvafiq quruma, Qaradağ rayon Su Kanal İdarəsinə. Bildirirlər ki, bu gün bayramla əlaqədar qeyri-iş gündür və ona görə də rəhbər şəxslər istirahət edirlər, dincəlirlər. Məsələ ilə bağlı açıqlama vermək mümkün deyil. Amma orada bir əməkdaş isə dedi ki, bu problem xəttdə olan təzyiqlə bağlıdır və təzyiq azdır deyə vətəndaşlar qalıb susuz. Niyə təzyiq azdır? Bu və digər suallarımız cavabsızdır. Çünki müvafiq qurumun rəhbər şəxsləri bu gün bayramla əlaqədar istirahət edirlər, dincəlirlər.